Bəziləri elə bilir ki, var-dövlət insanı dünyapərəst edir, kasıbçılıq isə zahidliyə aparır. Ayətullah Həsənzadə Amili qeyd edirdi ki, imkanı olan şəxs pul haqqında az düşünür, çünki ehtiyacı ödənilir. Lakin imkanı olmayan, borc içində boğulan insan günün 24 saatı qazanclı iş və maddi çatışmazlıq haqqında düşünür. Onun beyni maddiyatla o qədər dolur ki, mənəviyyata yer qalmır. Beləliklə, yoxsulluq insanı daha çox dünyapərəst və maddi düşüncəli edir. Quran birbaşa bəyan edir ki, dünyanı qazanmaq üçün Allaha inanmağa ehtiyac yoxdur. Çünki Allah bu dünyanın qapılarını hər kəsə açır. Quranda buyurulur: bizim ayələrimizi yalan hesab edənləri özlərinin də xəbəri olmadan tədricən məhvə doğru apararıq. Əllamə Təbətəbai Əl-Meyzan təfsirində qeyd edirdi ki, bir insan Allahdan tamamilə üz döndərdikdə və Allah onun islah olmasından ümidini kəsdikdə, ona cəza olaraq dünyanı tamamilə verir. Dünya nemətləri ilə elə məst olur ki, bir də heç vaxt Allah tərəfə qayıda bilmir. Həzrəti Əli əleyhissalam buyurur: yoxsulluq insanı küfrə apara bilər. İslam mütəfəkkirləri bu hədisə əsasən deyirlər ki, ac insanın və övladına çörək apara bilməyən atanın daxili böhran keçirməsi nəticəsində axirəti neynirəm, əsas dünyamdır deməsi tamamilə təbiidir. Çünki fiziki ehtiyaclar ödənmədən mənəviyyatdan danışmaq insanın təbiətinə ziddir. Şəhid Mürtəza Mütəhərri yazırdı ki, maddi cəhətdən tamamilə asılı və möhtac olan insan müdürünə və zalım sistemə boyun əyməyə məcbur qalır. Çünki evdə ac uşaqları var. Azad olmayan qulun mənəviyyatı isə saxtadır. Həqiqi irfani azadlığa çatmaq üçün insanın qarnı tox, gələcəyi təminatlı olmalıdır ki, heç kimə baş əymədən sadəcə Allaha bəndəlik edə bilsin. Allahın iki növ rəhməti var: rəhmaniyyət və rəhimiyyət. Rəhman rəhməti ümumidir. Allah bu dünyada ruzi qazanmaq üçün qoyduğu təbii qanunlara əməl edən hər kəsə, möminə də, kafirə də ruzi verir. Kim çox çalışsa, o da qazanır. Bunun üçün müsəlman və ya mömin olmaq şərt deyil. Allah adildir. Kafirin də əməyinin qarşılığını dünyada verir. Amma rəhim rəhməti xüsusidir. O yalnız möminlərə verilən batini huzur, nur və əbədi axirət səadətidir. Quranda buyurulur: İnsana bir sıxıntı üz verdikdə, uzanaraq da, oturan yerdə də, ayaq üstə də bizə dua edər. Lakin onun sıxıntısını aradan qaldırdıqda, sanki ona üz vermiş bir sıxıntıdan ötürü bizə heç dua etməmiş kimi çıxıb gedər. İnsan fitrətən Allaha möhtac olduğunu bilir. Lakin zahiri səbəblər yerində olanda bəsirəti korlaşır. İnsan Allahı tapmayana qədər daxilindəki qorxu, gələcək qayğısı və narahatlıq bitməz. Əllamə Qazi öz tələbələrinə tez-tez xatırladardı ki, Allaha ibadət və müraciət təmənnasız olmalıdır. Əgər sən Allaha yalnız onun sənə verəcəyi nemətlərə görə bəndəlik edirsənsə, sən Allahı sadəcə bu istəklərə çatmaq üçün bir vasitə hesab edirsən. Bizə yalnız ehtiyacı səbəbindən üst tutan insanın necə iyrəniriksə, irfani məqamda da insanın Rəbbinə qarşı bu cür mənfəətçi yanaşması bəndəliyin rəzalətidir. Ayətullah Behçət ağa deyirdi ki, biz Allahın əmrlərini yerinə yetirməyi təxirə salırıq, namazlarımızı vaxtından yayındırırıq, günahdan çəkinmirik. Amma işimiz düşəndə duamızın anında müstəcab olmasını tələb edirik. Allahın qapısını döyməyə üzü olmayanlar o qapı dərhal açılmayanda qapını qırmağa çalışırlar. Quran buyurur: